Salam, belə bir suala baxaq. Atomun nömrəsi 15 olan elementə aid doğru fikirləri seçməyimizi istəyir. Yəni, hər hansı bir atomda sıra nömrəsi 15-dir. Deyir ki, istiliyi və elektriki keçirtməz. Biz ən birinci, yəni baxaq görək bu metaldır, yoxsa qeyri-metaldır. Ona əsasən biləcəyik ki, bu istiliyi, elektriki keçirir ya yox. 15 olduğuda yazırıq 1s2, 2s2, 2p6, 3s2, 3p3. Bu oldu 15. Demək və bu sıra nömrəsi 15 olan element fosfordur. Fosfor da nədir? Qeyri-metaldır və qeyri-metallar istiliyi və elektriki pis keçirirlər. Ona görə birinci fikir doğrudur. Dəyərlik elektron sayı 5-dir. Dəyərlik elektron sayı dedikdə, yəni valent elektron sayı nəzərdə tutulur. Valent elektron dedikdə də biz son hissəyə baxırıq və üstləri toplayırıq. Valent elektron sayımız 5-ə bərabərdir. İkinci də doğrudur. Kürəsil simmetriya özəlliyinə sahibdir. Kürəsil simmetriyanın olub-olmamağını bilmək üçün, yəni ümumiyyətlə, əgər ki sonu S1, S2, P3, P6, D5, D10, F7, F14 ilə bitərsə, bunlarda kürəsil simmetriya var. Bizə də son nə ilə bitir? 3P3 ilə. Yəni P3 varsa, bunda kürəsil simmetriya ola bilər. Ona görə üçüncü ifadə də doğrudur. 1, 2, 3, Y variantı.